Bu videonu izleyen herkese salamlar. 2026-cı il yanvar ayının 1-i ilin ilk günü. Bugün yolumuzu Bakı Dövlət Sirkinə saldıq. Bilməyənlər üçün deyim ki, Bakı Dövlət Sirkinin ünvanı dəyişir və hal-hazırda Su İdman Sarayının yanında yerləşir. Hamı bilsin deyə qeyd etmək istədim. Bizim biletlərimizin qiyməti 15 manat idi, sıramız 19, yerlərimiz isə 9 və 10-cu yerlər idi və səhnə də çox gözəl görsənirdi. Bu dəfə qızımla birlikdə getdik. Maraqla izləyirdi və bu da mənə xoş idi. Proqram isə Yeni il Kərvanı idi. Gördüyünüz kimi Dövlət Sirkində müxtəlif aktyorlar çıxış edirdi. Mən xüsusilə Dövlət Sirkinin əsas çıxışlarını çox bəyəndim. Sehirbazlar səhnəyə çıxdı. Şaxta Baba və Qar adamları da var idi. Təəssüf ki, çox video çəkə bilmədim. Çünki proqram həddindən artıq maraqlı idi. Telefonu artıq demək olar ki, unutmuşdum. Bəlkəm də yalan mənə 4 il bundan öncə getmişdim sirkə. O zaman övladlarım çox balaca idi və hal-hazırda 4 ildən sonra getdiyimə görə mənim üçün də çox maraqlı idi. İzlərkən çox gülümsəyirdim və bu da mənim öz keyfimi açırdı. Hal-hazırda seanslar çoxdur. Ayın 2-dən 11-nə qədər seanslar hal-hazırda aktivdir. Daha sonra dəvələrin gəlişi oldu. Qiymətlər də bildiyimə görə hardasa 15 AZN-dən başlayır. Çünki mən lap yuxarı sıraları əldə etmişdim. Və bacardığınız qədər imkan varsa əlbəttə ki, bu fürsəti qaçırmayın. Yol da çox asandır. Biletin QR kodunda, xəritədə ünvanını tapıb rahat şəkildə getmək olur. Və belə. Və bir kitab oxuyan biri olaraq kitabımı da mütləq paylaşmalıydım ki, bugündən Lucy Hay'in 21 günə həyatını dəyiş kitabını mütaliəyə başlayıram. Görək 21 gündən sonra həyatım necə dəyişəcək. İzləyən hər kəsə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, mənimlə birlikdə Dövlət Sirkində seyr etdiniz, səyahət etdiniz və bu da bizim unudulmaz bir günlük vlogumuz. Hələlik.